Dünya üzrə burada yazdılar mənə. 400 milyon dünya üzərində şiə var. Elə onun 100 milyonu İrandadır. 100 milyonu. 100 Suriyalı, Muryalı bir 50 milyon buradadır. 150 milyon bu adını çəkdiyim ölkələrdə, 3 ölkədə. Qalan hamısı pərakəndə. Pərakəndə. Orada, burada, Rusiyanın içində, tabi içində, orada, burada pərakəndə. Dünyada 400 milyon şiə var. Değerli vətənlər. İndi İlham Əliyev Sünni şiə savaşı salacaq. Baxarsınız. Baxarsınız. İlham Əliyev daha doğrusu şiə Vahabi savaşı salacaq İlham Əliyev. İndi gəlin oxuyaq görək bu şiəlik hardan qaynaqlanıb. Cümlə yazmadan zibili yazırsansa əməlli başlı yaz. İndi gəlin görək İlham Əliyev necə savaş salacaq, necə xalqı qırdıracaq, hakimiyyətinin sonu gələndə Vahabiləri necə üstümüzə salacaq. İnsanlar meydanda İlham Əliyevi rədd eləyəndə, üsyan eləyəndə xalqa qarşı şiələri necə çevirəcək İlham Əliyev? Gəlin baxaq. Gəlin baxa görə İlham Əliyev nə təhər çevirəcək xalqa qarşı. Dəyərli vətənlər. Öncəliklə gəlin bir statusumuzu oxuyaq və hərənizin burada indi bəziləri İsrail sevəndi, bəziləri Fars sevəndi. Bunları qoyaq bir qırağa. Gəlin reallıqdan danışaq, reallıqdan. Mən real rəqəmlər deyəcəm, real. Gəlin baxaq. Bu Vahabizm yaradılıb nəyə görə? Xalqa, hakimiyyətə qarşı çıxan xalqı əzməyə görə. Vəssalam. İndi gəlin görək bu Vahabilər nədir? Burada Ağsaqqal bir səs atıb. Qabil, salam, axşamın xeyir. Qabil, məlumat üçün deyim ki, dünya müsəlmanlarının 87% əhl-i sünnədir, 13% şiədir. Hədə elə 13% elə təxminən elə düz demiş. 2 milyard yarım zadım müsəlman var. Onun elə 5də biri şiədir, qalanları başqa təriqətlər. Hər neysə, baxaq. Dəyərli vətənlərim, gəlin baxaq, bax. Bunu elə yayımlayım ki, insanlar bunu paylaşa da bilsinlər. Dostlar, qardaşlar, gəlin bir baxaq bura. Bir baxaq. Bu Şəkidə bir məktəbdir. Baxın, sizə konkret sual verirəm. Konkret söz deyirəm. Ay millət, ay Azərbaycan xalqı. İlham Əliyev qərar vermişdi. Hakimiyyət qərar vermişdi ki, 18 yaşından aşağı uşaqlar məscidə gedənməz. Bax, bura Şəkinin Vahabilərə aid olan məscididir. Şəkidə, Şəki şəhərində Vahabilərə aid olan məsciddir. Baxın, indi ola bilər bu uşaqlar namaz qılır, ola bilər Vahabilik dərsi keçirlər, Vahabilik dərsi. Gəlin bir baxaq görək, bu nə məsələdir? Nədir? Mən bilirsiniz, bütün dini təriqətlərə hörmətlə yanaşan adamam. İnəyə də sitayiş eləyən olsa, inəyə də hörmətlə yanaşacağım. Azərbaycanda inəklərin kəsilməsinə icazə verməyəcəm. Maalesef ki, belə şey yoxdur bizdə. Baxaq, nə qədər acı da olsa deməliyik. İlham Əliyev ölkədə şiə Vahabi savaşı çıxardacaq. Hakimiyyətinin sonu gələndə, xalq ayağa qalxanda Vahabiləri xalqa qarşı yeridəcək. Dəyərli vətənlərim, bunun üçün İlham Əliyev Vahabilərə hər cürə maliyyə dəstəyi verdirir. Bunun üçün İlham Əliyev, dəyərli vətənlərim, silahlandırır bu Vahabiləri. Nə qədər ölkənin şimal bölgəsində əxlərə qarşı terror əməliyyatları aparıldı, nə qədər. Silah ambarlarını belə mən dedim yerinə, nə qədər oldu bu. Və dəyərli vətənlərim, aydın məsələdir ki, şiə Vahabi savaşı çıxarsa, yəni İlham Əliyevin o get vaxtlarında üsyana qalxan xalqın qabağına Vahabilər çıxarılarsa, şiələrin yanında sünnilər və digər təriqətlər olacaq. Vahabilərin yanında isə ancaq İlham Əliyev rejimi olacaq. İndi
Gəlin görək Vahabilərə nə şərait yaradıb İlham Əliyev, Vahabilərə nə şərait yaradıbdı, Şiələrə nə şərait yaradıbdı. Gəlin, baxaq. Bu savaşa birbaşa şərait yaradan İlham Əliyevdir. Hələ İran, Şiə devləti İrana rəğmən belə Şiələrə bu qədər işgəncə verilirsə, Şiələr bu qədər sıxışdırılırsa, deməli bunun başında birbaşa İlham Əliyev durur. İlham Əliyevin də başında kim durur? Netanyahu durur. Netanyahu'ya görə kardeşim dediyi Erdoğan'la da dəfələrlə dalaşıb, indi də yenə küsüşüblər. Şəkildə gördüyünüz Şəki şəhərində bir Vahabi məscidində çəkilib. Bəs qərar verilmişdi ki, 18 yaşı tamam olmayanlar məscidə buraxılmayacaq. Nə oldu? Deməli, açıq aydın görülən odur ki, İlham Əliyev bütün radikal qərarları ancaq Şiələrə aid eləyibdi. Tez-tez iri buynuzlu məmurlar, nazirlər, deputatlar Şiə inancını, İmam Hüseyni və dini atributları dəfələrlə təhqir edib, əski parçası zad və belə alçaldıblar. Dəyərli vətənlərim. Şiələr, baxmayaraq ki, Şiələrin, xalqımızın etirazlarına baxmayaraq, çoxsaylı Şiə məscidləri İlham Əliyev dönəmində darmadağın edilibdir. Məscidlərə Şiələr bir neçə ayrı-ayrı güc strukturu mənsublarının nəzarəti altında namaz qılırlar. Və yaxud dini tədbirlərini həyata keçirirlər. Şiələr güc strukturlarına, əsasən də polis orqanlarına işə qəbul edilmir. Quru sərhədlərinin bağlanması şimal sərhədlərimizdən daha çox İranla olan cənub sərhədlərinə və əhalinin sosial rifahına, sağlamlığına böyük təsir elədi. Cənub nə var? Gedə bilən Rusiya gedir, gedə bilməyən də qalır oy. Amma bir baxın İran sərhədinə, ancaq İlham Əliyev tonlarla narkotik keçirir. Baxın, sərhədlər bağlanıb 20-ci ildən bəri. Axırıncı il, 19-cu ildə cəmi cümü 3 ton 300 kilogram narkotik tutulubdu. Amma bu 25-ci ilin 6 ay ərzində 5 tona yaxın narkotik tutulubdu. Bu İlham Əliyevin statistikasıdır. Deməli ilin axırına kimi 10 ton olacaq. Bu da o deməkdir ki, sərhəd bağlı ola narkotik, ölkəyə gətirən narkotik 3 dəfə çoxalıbdır. Biri var il ərzində 2019-cu, bir də var indi 6 ay ərzində. Cənab Burun hər ay tonlarla narkotiki sərhəddən keçirərək ən ucuz və ən şaxəli şəkildə Şiələr olan bölgələrə satır, demək olar ki, paylayır və Şiələri məhv eləyir. YAP rejimi ən çox polis bölmələrinin işgəncə otaqlarında ən çox Şiələr işgəncə görür. Tez-tez nəticələnən işgəncələr olur. Şiə inancına görə türmədə 5000-dən çox insan oturur. Təhsil, səhiyyə, mədəniyyət sahələrində Şiələr acınacaqlı durumdadır. Yüzlərlə kəndlərdə məktəb yoxdur. Şimal və Cənub bölgəsində 10 minlərlə insan Azərbaycan dilində danışmağı belə bacarmır. Devlət qulluğunda xidmət edən Şiələrə vəzifə, rütbə almaq əlçatmaz olubdur. Orta və aşağı səviyyəli rütbələr, vəzifələri də rüşvət hesabına güc bəla ilə verirlər. Şiələrin sıx yaşadığı bölgələrə başqa millətlərdən olan amansız işgəncələrlə ad qazanmış Şiə düşmənləri, cəlladları güc strukturlarına rəhbər vəzifələrə təyin edilir. Bu siyahını çox uzatmaq olar. Avropa, Amerika hesabatlarında da dini inanclara İlham Əliyevin baskısı, təsiri hər zaman qeyd edilibdir. İndi bu siyahını çox uzatmaq olar, amma diktator Əliyev Vahabi təriqətinə mənsub olanlara güclü, hər tərəfli dəstək verir. Onlar üçün iş yerləri, onlar üçün hər yerdə sahibkarlıq fəaliyyətinə məşğul olmaq,
çox asandır, mümkündür. Onlar üçün vəzifələr, hətta onları İlham Əliyev silahlandırır. İlham Əliyevin adamları silahlandırır. Vahabi təriqəti sürətlə yayılır. Yadınızda bir şeyi saxlayın. Həyatda olan bütün canlılar, suda, quruda yaşayan canlılar, harda balasını dolandırırsa, harda pul varsa, ora qaçır. Ora qaçır. Baxın, müsəlman ölkələrində, Azərbaycanda məsələn deyək, ya İran olsun. Desələr ki, ölkəni tərk eləməlisən, ya eləyəcəksən, ya məcbur qalsa, Avropanı mı seçər, yoxsa Məkkəyə, Mədinəyə yaxın yerləri mi seçər? Əlbəttə ki, Avropanı seçər. Dəyərli vətənlər, dəyərli soydaşlar, indi baxın, bu Vahabiliyə insanların gəlməsi necədir? Avtomatik pul verirlər, pul, aydan aya pul verirlər. Mən öyrənmişəm, danışmışam şimal bölgələrində. Qusarda məsələn, Qubada pul verirlər. Adamın borcu var, kredit qaz pulunu verəmir, qazı kəsirlər. Bilir ki, Vahabiliyə təriqəti qəbul eləsə, ayda 500.000 manat verəcəklər. Gedir təriqəti qəbul eləyir. Əvvəllər daha çox pul verirdilər. İndi isə o Ərəb Əmirliyindən sadəcə o, necə deyərlər, mallar göndərirlər, dux, dezodorant, nə bilim o, müxtəlif o dini ətirlər göndərirlər, onu satmaqdan Azərbaycanda özlərini maliyyələşdirirlər. Belə variant da var. Mən bu Netanyahunun bir balaca incimək olar, Netanyahudan balaca yox elə çox incimək olar, İlham Əliyev onu ölkədə bu vəziyyət olmamalıdır. Ölkədə faciəvi durumlar yaşanmamalıdır. İlham Əliyev, Netanyahunun şəhid anaları, qazilər, mən ölkəmi somurursan, yiyirsən. Mənim insanıma da bax da. İlham Əliyev səni Dəyərlənmədənəm, İlham Əliyev, Əlin Ağayev və çox məmurların balaları Vahabi təriqətini qəbul eləyibdir. Aldığım dəqiq informasyaya görə, hətta İlham Əliyevin özü də Vahabi təriqətini qəbul edib. İlham Əliyevin özü də Vahabi təriqətini qəbul edibdir, dəyərli vətənlərim. Bax, bunu deyirəm sizə.